Dəfələrlə müraciət eləmişəm, mənə köməkdarlıq eləyin, ev növbəmə köməkdarlıq eləyin, əlilliyimə köməkdarlıq eləyin. Cənab başçı, mənim yoldaşımı işlə təmin edin bağçada və yaxud məktəbdə bir xadiməçi, anamı xadiməçi kimi bir köməkdarlıq eləyin, işlə təmin eləyin. Mənim bir məktəbdə bir qaror kimi nəsə bir işlə təmin eləyin. Dəfələrlə 5 ildir mən bu sözü deyirəm. 5 ildir mənim müraciətimə baxılmır. 5 ildir. Bilmirəm mən kimə deyim dərdim. 13 gündə qəbulunda olmuşam. Köməkçilərinə göz qaş eləyib qabaqlarında elə bir ki, necə deyim, yuxarıdan aşağı baxırlar, aciz insan kimi görürlər. Mən də bunu özümə sığışdırmayaraq götürdüm lezvanı, düz qəbul üçün, düz qəbul şöbəsində götürdüm, qollarını kəsdim. Kəsici alət lezvinin qolunu kəsdim. Ki, ta bəsdir, mən ta bura yığılmışam, mən utanıram ailəmin yanında. Mən ailəmin yanında utanıram, mən qızımın yanında utanıram. O gündən bəri hələ bir nəfər, nə icra nümayəndələri, nə icra başçıları, nə heç bir kəs bir dəfə olsun gəlib mənlə maraqlanmadı ki, hala, sən bu vətən üçün, bu dövlət üçün gəlib canını qoyursan, bizdən ötəri canını qoyursan sən. Nətər oldun, yaxşısanmı, sağ bu qədər hörmətsizliklər eləmişik, bu qədər şeylər eləmişik.